Sonra 39. Tamam. Keçək 39-cu suala. Qeyd olunub ki, 39-cu sualda dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi 9/3-ə bərabərdir. Bax, dairə daxilinə bir dənə bərabər tərəfli üçbucaq çəkdik. Məsələn, indi qeyd edirik ki, bu dairəmiz biraz yaxşı olmadı əslində. Əvvəlcə dairəmizi çəkək. Bunda daxilinə bir dənə üçbucağımızı yerləşdirək. Deməli, dairə daxilinə bir dənə üçbucaq çəkdim. Əslində heç şəkil çəkməyə ehtiyac yoxdur, amma çəkirəm ki, yenə də gözün qabağında olsun. Deyir, dairə daxilinə çəkilmiş bərabər tərəfli üçbucağın sahəsi 9/3-ə bərabərdir. Yenə də bərabər tərəfli üçbucağın sahə düsturu a kvadratı /4 olduğuna görə a kvadratı /4-ü bərabər eləyəcək 9/3-ə. Burada da sadələşdirsək, alırıq ki, a kvadrat bərabər 36, a da bərabərdir 6-ya. Mənə deyir ki, indi deməli, həmin dairənin daxilinə çəkilmiş kvadratın sahəsi. Mən bunu tapmaq üçün əvvəlcə bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunu tapmalıyam. Ümumiyyətlə, bərabər tərəfli üçbucaqda xarici çəkilmiş çevrənin radiusu, yəni böyük yer bərabərdir, a bölək kökdə 3 düsturu ilə tapılır. Yəni, bu da olacaq 6 bölək kökdə 3, yekun cavabımız eləyəcək 2/3. Deməli, xaricinə çəkilmiş çevrənin radiusu 2/3-dür. Yəni, bu çevrənin radiusu 2/3-ə bərabərdir. İndi mənə deyir ki, həmin dairənin daxilinə, bax, kvadrat çəkibdir. İndi elə təsəvvür elə ki, üçbucağın yerində kvadrat durur. İndi mən bilməliyəm ki, kvadratın xaricinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? Kvadratda da xarici çəkilmiş çevrənin radiusu diaqonalın yarısıdır. Yəni, a/2 bölək 2. Bərabər eləyəcək bu radiusa 2/3-ə. Alırıq ki, a/2 bərabərdir 4/3-ə və a da bərabərdir 4/3 bölək 2. Bu da eləyəcək 2/6. 2/6-yı almışam kvadratın tərəfinə. Mənə deyir, kvadratın sahəsini tap. S də bərabər olacaq 2/6-nın kvadratı. Yəni, bu da 24. Vəssalam. Doğru cavabımız da olacaq Y variantı. Aydındır? Çətin və yaxud qaranlıq qalan bir şey varsa buyur. Tamam. Növbəti sualımız 45-ci sual. Gəl baxaq. 45-ci sualda maraqlı suallarımızdan biridir. Şəkil verilibdir. O şəkli mənlə bərabər dəftərinə çək. Çünki şəkildə daha aydın görünür hər şey. Şəkil çəkəndə. Deməli, BC1 hündürlükdür. Mən bunu vurğuladım. İndi görəcəksən niyə hündürlük olduğunu qeyd elədim. Deməli, C ilə də B beləcə birləşdirilib. Mənə deyir ki, BC1 perpendikulyardır C1-C'yə. Yəni, qeyd elədiyim kimi hündürlükdür. Və BC1 3-dür. AB də 2-dir. Məndən ACB üçbucağının sahəsini istəyir. Əzim, bu hündürlük hansı ki BC1 eyni zamanda ABC üçbucağının hündürlüyüdür da. Fərqi nədir ki, mən hündürlüyü ya buradan çəkdim, ya buradan çəkildi. Eyni şeydir, hündürlüklər bərabərdir. Mən də bilirəm ki, üçbucaqda S bərabərdir. 2-də 1 AH düsturu var hündürlüklə bağlı. Demək olacaq 2-də 1 vuraq 2, bir də vurulsun hündürlük, yəni 3. Yekun cavab da bərabərdir 3-ə. Vəssalam. Deməli, bu sualda da doğru cavabımız olur 3 sm.